Salam, hər biriniz xoş gördük. Bugün biz ailəliklə gedirik Naxçıvana. Amma Tot xanım biraz narahatdır. Axşam saat 2-dir. Totuya biraz yemək veririk. Qabına yemək tökdü. Naz eləsə də daha sonra başlayır yeməyə. Mən də acıq olsun deyə Totun evini gətirib ona göstərirəm. O da biraz məəttəl qalır. Sonra mən də blogerlər kimi xəbərim yoxmuş kimi məni arxadan çək. Güya qapıdan çıxıram, gedirəm kimi eləmək istəyirəm. Orada da sumkam ilişir palaza. Sonra sağ ol deyirəm. Təzədən yenə Totunu aparıram, maşını otuzdururam. Maşını gətirəcəm indi qapının ağzına. Sonra yadıma düşür ki, Narın xanım qalıb evdə. Gəlirəm, qapıdan Narını götürürəm, veşlərimizi götürürük. Yenə maşına gedirik. Orada gözləri parıldayan Totudur. İndi mindik maşına, yola düşməyə hazırlaşırıq. Burada da indi saatı göstərəcəm ki, yəni saat 2-nin olmağını. Deyəsən düşməyib burada. Tot xanım yorulub. Narın xanım gülür. Artıq biz gəlib çatırıq qaynatam gilə. Axşam saat 3-ün yarısı olsa da sağ olsunlar, bizi gözləyiblər. Totu da tez nənəsini görən kimi sevinir. Sevincəkdən bilmir nə varsın, neynəsin. Hər tezdən olur, təzdən çantalarımızı yığırıq. Saat 5-dir, taksimiz gəlib. Yenidən getməyə çalışırıq. Blogerlərin etdiyi kimi mən də istəyirəm yolda bir neçə dənə uzun uzadı videolar çəkim. Deyəsən burada yaman lap çox video çəkmişik. Amma onu deyə bilərəm ki, səhər tezdən hər şey gözəl olur. Hər videoda da bu körpün videosu olduğu kimi mən də istədim bu körpü məndə burada xüsusən düşsün. Yenə başlayıram burada uzun uzadı yol çəkməyə, aeroportun yolun. Buradan telefonda tam yaxşı görsənməsə də günəş o qədər gözəl görsənir ki, istədim onu çəkim göstərim. Nəsə gəldik, çatdıq aeroporta. İndi maşını saxlayır, mən düşürəm, yenə Narına verirəm arxadan məni çək. Elə Narın məni çəkir. Qeyd edim ki, həyat yoldaşınız olmasının üstündən ibarətdir ki, hara getsəniz sizi çəkən biri var. Mən də buradan Narını çəkirəm. Daha sonra gedirik, çatırıq buradan şirniyyatlar olan yerə. Narın xanım səhər tezdən yemək yeməmiş, çay içməmiş, heç hara getməyi sevmir. Mən də burada qiymət olaraq hər bir şeyin qiymətini qoymuşam. Daha yaxından baxasınız. Qeyd edim ki, burada verilən bəzi şeylərin çoxsu heç adi restoranlardan belə ucuzdur. Yəni siz fikirləşməyin. Təbii ki, bu Naxçıvana özəldir. Burada da bəzi içkilərin qiymətidir. Su 1 manatdır, pivə 8 manatdır, adi sular 3 manatdır digər. Narın xanım səhər tezdən yenə qəşəng çayla xaçapurunu yeyir və biz artıq bundan sonra yola düşürük təyyarəyə tərəf. Yenə mən təyyarənin orada emblemasına baxıram görüm hansıdır. Yenidən Narın qabağa gedir. Deyirəm dayan indi sən də məni çəkərsən. Mən də gedirəm güya xəbərim yoxmuş kimi məni çəkir. Hə, sağ solu çəkir ki, güya biz indi aeroportdayıq. Yenidən mənə qayıdıb deyir ki, Atal müəllim hara gedirsiniz? Mən də deyirəm ki, gedirik Naxçıvana. Hə, indi gəlirik təyyarənin kabininə mindik. Narın birinci səfər xoşbəxtdir. Üzü gülürdü. 15 dəqiqə sonra Narının vəziyyəti. Daha sonra həmişə kimi aeroportda təyyarədə verdikləri şirniyyatları verirlər. Həmişə kurasan. Deməli, bir neçə dəfə getmişəm. 2 dəfəsində də kurasanı, gedən baş kurasan olub. 2 dənə də meyvə şirəsi vermişdilər. Narın xanım kurasanları görən kimi o qədər sevincəyə düşür ki, üzü gülür. İndi bunu siz videoda görəsiniz. O qədər sevinir ki. Daha sonrasında biraz dərə-təpə düz gedirik. Təyyarədən də bir neçə dənə video qoymuşam ki, daha maraqlı olsun. Təyyarəmiz qəfildən çatdı Naxçıvana. Təzədən düşdük yerə. Və indi gəlir əsas videonun hissəsində. Mən birinci səfərdir ki, aeroportda hərbiçiləri görürdüm. Sən demə, həmin vaxtı 31 ildən sonra Şərurdan olan şəhidin nəşini gətirmişdilər. Çox böyük bir qarşılama törəni vardı və həmin tədbirdə də gördüyünüz kimi burada yığışıblar. Daha sonra həmin şəhidi də dəfn aparacaqlar.